Xoşbəxtsən. Ona görə arada hiss edirəm ki, çox darıxıram. Handbolda qapıçı olmaq. Döyülmək hissi, bomba. Bəs niyə saxladın? Əslində bunu deyim deməyim. Məşq zamanı ən gülməli və ən absurd sual nə verilir sənə? Deyiləsi bir şey deyil bu. Efirlik mövzu deyil. Mənə dedi ki, tut. İndi bax bunu yəkəs verir. Mən bunu nətər verir. Bizim köhnədən qalan qohumlarımız var ya. Qız idmana gedəndə. Ay Allah. Mən nələr eşitmişəm. Mən də yaşamışam. Nələr eşitmişəm. Oca yoxdur da indi neyniyim? Mən yoxdur. Mən hələ şeylər oxuyuram ki, qrupum var da mənim. Orada 300-dən çox xanım var. Hamiləlikdə onları incidirlər. Bu mövzu çox pessimistdən çox danışmıyıq. Öz ailə içində fikirlərini tam dəqiq deyə bilməyən insanlar sosial mediada şərh yazmaqda ustaddır. Hə, конечно. Yekunlaşaq da. Görüşərik. Salam Mədnə, xoş gəlmisən. Salam, xoş gördük. Bugünkü məncə bölümümüz belə özün kimi hiperaktiv keçəcək. Məncə də. Qoymurlar tərpənib dedilər belə otur qal. Okay. Mədnə, həm pilates məşqçisən, həm də handbolla məşğul olmusan. Bu haqqda biraz danışmaq istəyirsən? Danışım, hardan başlayım, çox deyil. Handbolla məşğulam. 18 ildir idmandayım. Ora baxım, bura baxma. Mənə bax. Hə, okey. 18 ildir idmanla məşğulam. Neyse. Handboldan bu il çıxmışam bu arada. Yanvarda çıxmışam, dayandırmışam, hələ ki fasilə götürmüşəm. Amma ola bilsin yenə bərpa elədim. Çünki bizdə bir məşqçi olub demişdi ki, sən handbolu tərk edə bilərsən, amma handbol səni heç vaxt tərk etməyəcək. Ona görə arada hiss edirəm ki, çox darıxıram. Çünki orada o məndən çıxan enerji, həm yorğunluq, həm o hər yarışa çıxanda o gələn o adrenalin, o zövq, o həyat istəyi, yaşantıda mən başqa heç bir idmandan almıram açığı. Baxmayaraq çalışıram, məşğul olum, gedirəm voleybola, basketbola, nə bilim, başqa şeylərlə ağlımı qatıram. Yenə də handbolda o qazandığım enerji və məndən çıxan o enerji başqa heç yerdə çıxmır. Pilatesda əslində çox belə, yəni deyirdim, yox, pilates mənlik deyil. Pilates asan idman növüdür, sakitdir, belə, heç mənim enerjimə uyğun deyil. Məni çağırdılar, bir ay, 2 ay çağırdılar. Dedim, yaxşı da gedim yoxlayım da, ayıbdır da, çağırırlar məni. Neçənci il idi? 19-cu il idi, çağırdılar məni. Getdim, dedim, gedim də məndən nə gedir? Girdim məşqə, bir dənə məşqə. Yıxıldım, öldüm, qaldım. Baxmayaraq professional idmançıyam. Neçə ildir də idmandayım. Özdə handbol idman növü rəqbidən sonra ikinci yerdə gəlir. Ən kobud idman növlərindən biri. Mən də pilatesi təsəvvür edirdim. Belə incə, sakit, yorulmarsan falan. Evet. Girdim məşqə, öldüm, çıxdım da oradan. Ondan sonra bağımlılıq yaratdı. Dedim ki, bu nə bomba bir şeydir də. Çünki pilatesdə özün də bilirsən, dərin əzələlər işləyir də. Yəni heç vaxt hiss etmədiyin əzələlər deyirsən ki, o da mənim buramda belə bir şey var imiş də. Yəni pilatesdə hələ sevdim. Orada qaldım. Hələ də oradayam. Belə. Xoşbəxtsən. Конечно, idman vəşə gözəl bir şeydir. Hiperaktiv bir insan üçün idman gözəl bir şeydir. İki idman növü var, handbol və pilates. Biri çox kobuddur, özün qeyd elədin, digəri çox incədir. İkisini necə sintez edirsən? Əslində belə deyim, pilates çox da incə bir idman növü deyil, asan idman növü deyil. Əksinə çox belə çətin idman növüdür. Misal, olur ki, tələbə gəlir, fitnesslə illərdir məşğul olub, gəlir, fitness də gözəldir, hər idman növü gözəldir, yogadır, stretchingdir, fitnessdir, fərq yoxdur. Əsas oda hər kəs özünə, ruhuna uyğun olan idman növünü tapsın, seçsin. Amma misal gəlir pilatesa, deyir ki, mən illərdir fitnesslə məşğulam, pilates mənə daha yorucu gəldi. Misal, yəni burada hal-hazırda belə pis deyib yaxşı etmək fikrim yoxdur. Yəni sadəcə misal tələbənin dediyi ilə mən də belə düşünürəm ki, pilates dərindir, ağırdır. Gözəl tərəfi də var.
Amma yenə də incə bir idman növü deyil əslində. Handbolda Mənim ruhuma uyğundur. okey. Bəli. Əla. Handbolda qapçı olmaq necə hissdir? Bomba. Bomba. Top Döyülmək hissi, bomba. Top gələndə necə hiss edir? Nə düşünürsən o anda? Ay Allah, deyirəm nə olar, bir dənə mənə dəysin, harama deyir, dəysin amma qapıya girməsin də. İndi handbolçular, məhz qapçılar yaxşı anlayar ki, bir dənə ayaq arasından girməsin. Özü bir də bilirsən, demək, gəlir top, bilirsən ki, güclü oyunçu atacaq da, sənə var zərbə ilə dəyəcək. Topdan qorxmursan. Yəni qapıçılar da yaxşı başa düşəcək ki, topdan qorxmursan. Nə zərbə ilə dəyər dəysin, harana dəyər dəysin, heç bir fərq yoxdur, siz mənə dəysin. Amma uşaqlarla oynayanda, uşaqdır da, həm təcrübəsi azdır, həm bilmirsən, sağa atacaq, sola atacaq, yuxarı gedəcək. Demək, bir dəfə uşaqlarla oynayırıq. Uşaq dediyim boyu bəlkə də 1.50-dir də, balaca belə uşaqdır. Demək, görürəm ki, uzaqdan atır. Uzaqdan daha rahat olur da topu tutmaq. Vaxtın da biraz çox olur. Demək, topu atır. Mən donub qaldım. Bax, topa belə baxıram da. Çox asta top uçur belə. Mən də topa baxıram, deyirəm, ay Allah, qoy girsin də, qoy uşaq sevinsin. Həm də şoka düşürsən də, çünki öyrəşmisən, axı mənim bir tempom var, reska çıxıram, reska düşürəm, yıxılıram, tuda-süda. Bu top da çox asta gəlir. Və hətta bax o hisslər içində darıxmışam ki, uşaqlarla oynayır belə. Bəs niyə saxladın? Əslində bunu deməyim, sağlamlığımda bir problem var. Bunun sözünüzü heç kim bilmir. Bir uzun müddətdə bilirəm. Məşq eləmək hələ ki olmaz mənə. Okay. İnşallah ki bu etapı belə daha tez keçirərsən və yenidən idmana qayıdarsan. İnşallah. Məşq zamanı ən gülməli və ən absurd sual nə verilir sənə? Handbolda, pilatesdə ikili həyat yaşayıram. Gülməli sual. Misal pilatesdə mən bunu tez-tez yadıma salıram. Deyiləsi bir şey deyil amma efirdəki mövzu deyil. Efirdəki mövzu. Yaxşı, mən danışım. Kəsərsinizsə. Demək, mart ayıda mən köhnə yerimdə işləyirdim, Axmolda. Bir xanım, 2 dənə rəfiqə gəldi. Biri sakit belə, o birisi də ki, belə hiperaktiv deyir ki, salam Macina xanım, mənim əsas məqsədim şpaqata oturmaq istəyirəm də, maya qədər. Dedim ki, okey, mənim üçün problem deyil də. Əsas misal ağrıya dözməlisən, mənə güvənməlisən, bədənini rahatlaşdırmağa öyrənməlisən, nəfəs tudaşdı. Bunların hamısını izah edirəm. Deyirəm ki, amma mənə maraqlıdır da, niyə 2 ay vaxtınız var? Deyirəm, mən 1 aya da sizə oturduraram da, problem deyil. Sadəcə nəyə görədir? Yarışa hazırlaşırsınız, bəlkə nəsə var. Mənə dedi ki, mayda toyumdur. İndi bax, bunu yəkəsiyə verirəm. Mən bunu nətər verirəm. Çox qəbulurəm. Və hər dəfə bu yadıma düşəndə mən gülürəm. Orası belə nöqtə qoy. Qoy, sir qalsın. İnsanlar özü düşünsünlər də. Bu arada 1 ay oturdum. Çox belə istəklə idi. Motivasiya var. Hər dəfə mən bunu deyəm, hər həftə yadıma düşür də bu mövzu. Heç nə deyim. Qoy bir dənə fikirləşim, görüm başqa güldüyüm nə var idi. Xəbərdar eləmişdim mən səni. Mənimlə biraz risklidir danışmaq. Belə əslində həmin momentdə mənə gülməli ola bilər. İndi danışsam bəlkə də çox gülməli olmaz. Əslində çox olub, dəhşət çoxdur. Amma bir anlıq xatırlamaq çətin olur. Doğru birdən risk sual verirlər, adam itirir ki, ayda mən nə vaxt belə ürəkdən. Belə ki, çox gülmüşəm. Amma yəni misal birini deyim, oyun oynayırıq. Bizə də handboldan danışım. Oynayırıq və 7 metr verilir penalti. Həmin penaltini də vuran bizim ən güclü oyunçulardan biridir də. Xanımdır, amma kişi zərbəsi var da, çox güclüdür, zərbəsi biraz oxu, kişi zərbəsidir. Və heç vaxt üzə vurmaz da, heç vaxt. Yəni heç vaxt üzə o top dəyməz.
Misal oyunçular olur ki, həmin 7-də və s. və yaxud təkbətək uçuşda olur ki, bilirsən ki, bu insan özünü idarə edə bilmir, əlini, biləyini idarə edə bilmir, gəlib üzvə topu vura bilər. Amma bu elə bir insandır ki, mən əminəm ki, heç vaxt vurmaz da. Və çıxıram maksimum düz belə yanına da. Belə ürəkdən də vurur. Bu moment mən hoppanıram. O ağır zərbə ilə tam gəlir mənim düz belə üzümə. Çap, top. Mən yıxılıram belə arxa üstünə. Sən o videosunu paylaşmışdın. Yox, o məşq prosesi idi. Okay. Orada üzümə çox belə qəşəng dəymişdi də. Yıxılmış amma bir 10 dəqiqə gülürəm, isterik. Gözümdən yaş axır, gülürəm, ağrımır. Bu gülməyim gəlir ki, yəni mən sənə güvənirdim də, yəni. Özü deyir, aydım heç vaxt üzə vurmaram da. Mən belə evdə oturum fikirləşim, nəsə yadıma düşsə səs atarım. Yazarsın. Səs atarsın. Deyir, ayda yadıma düşdü, mən burada çox gülmüşəm. Pilatesdə ən çox eşitdiyin cümlə nədir? Pilateslə arıqlamaq olar. Ən çox bunu eşidirəm. Ən çox eşitdim. Əsəbləşdirir bu sual səni? Yox, məni heç nə əsəbləşdirmir. Yəni mən kiməm? Mən məşqçiyəm. Mənim işim nədir? Öyrətmək. Məşqçi müəllimdir, belə deyək. Mənim işim öyrətməkdir, başa salmaqdır. İndi mən bilirəm də, mənim üçün bu sual çox sadədir. Amma insanlar var ki, bu sualın cavabını bilmir və mənə güvənib də bunu soruşur. Əsəbləşmirəm. Heç vaxt əsəbləşmirəm. Heç bir müştərimlə heç vaxt konflikt yaşamamışam. Heç vaxt dalaşmamışam. Məncə dalaşmaram. Ən yaxşısı. Səbirli bir insanam. Empat. Mən empatam bu arada mən. İdman sənə həyatda 3 əsas nəyə öyrədib ki, o bugünkü gündə çox işinə yarayır? Ən birinci, ən əsası disiplin. Aha. 2 dözümlülük, dözmək, ümumiyyətlə səbirli olmaqda, səbir deyək. Misalda indi idmançılar daha yaxşı başa düşəcək. Misal gətirim, Qeyri Tofiq Bəhramovda 10 kruq qaçmalısan və misal deyək vaxta qaçmalısan da. İlk birinci, ikinci kruq qaçanda deyirsən ki, hayda, hə yaxşı indi eləyəcəm. 3 4 5 istəyirsən ki, yox, mən dayanacağam, qaçmayacağam. Ayda mən nə deyim, məşq edeyim, oram tutdu, buram tutdu, dizim ağrıyım, qaçmayım da. 6 7-də o biraz daha nəfsivə qalib gəlirsən. 8 9 10 da deyirsən, ayda mənə halaldır. Yəni bu əslində çox yaxşı bir şeydir. Xarakter inkişaf olunur. Ona görə mən bütün valideynlərə məsləhət görərdim ki, uşağı idmana yazın. Amma təbii ki, baxın da hara verirsiniz, məşqçi kimdir və s. Bu bir, bu iki. Bir də ki, öyrədib deyəndə mən bilirəm ki, misal bu həyatda, misal hər insanın başına nə gəlirsə gəlsin, idman onun ruhunun dərmanıdır. Misal, mən məşqə gedirəm, beynimdə 100 dənə fikir var, keyfim yoxdur, bilmirəm nəyi necə eləyim. Girirəm məşqə, 1 saat 50 dəqiqə məşqimi edirəm. O otağa girəndə və çıxanda mən oluram tam başqa adam. Məsələnin həllini də bilirəm, keyfim də yaxşıdır, o beynində o xoşbəxtlik hormonları yaranır da, endorfinlər yaranır. Sən bilirsən ki, nəyi necə edəsən. Üçüncü cavabım da olacaq ki, idman dərmandır. Bunu bilirəm. Belə. Görürdüm. Olar, problem yox ki. Mənim enerjimdir. Şimdi belə dözmədi. Heç bir problem yoxdur. Hə, mən onu gəlmişəm, belə şeylər olur tez-tez. Hə, mən də. Vayo! Hə, tərpənmirəm, özüm sıxmışam əmməlicə. Ayaqlarımı kres qoymuşam ki, əlimi də belə tərpənmə. Mən orada tərpənmirəm. Mən onu deməyim. Məncə tərpənməyəcək, saxlaya bilməyəcək. Prisidaya getdik. Sən davam edin. Sən davam edin. Deməli, heç bir problem yoxdur. Hər şey qaydasında. Nə kameraya baxmağı qoyurlar, nə tərpənməyə qoyurlar. Yox, yerə baxırsan. Mən kamera görən kənzin tirəm. Söz vurmaq istəyən kimi kameraya baxa bilərsən. Hə, yaxşı, tamam. Okey. Sən özünə bloger demirsən. Demirəm.
Deməməyə çalışıram. Səncə blogersən? Ə, Mən sadə insanam. Sadəcə seçmişəm ki, Instagramda paylaşacağam, nəyi necə eləyim. Amma qəti surətdə kiməsə nəsə öyrədim ya yönləndirim. Elə bir şey məqsədim yoxdur və yaxud blogerlikdən çoxlu pul qazanım falan. Heç, yəni gözüm nəfsimdə yoxdur sözün düzü. Edə bilərəm, təbii ki, edə bilərəm. Şimdi böyle yoldaşımla partlada bilərik də başa. 100%. Amma yəni yox, istəmirəm. Daha əməkdaşlıqlar çox götürmürəm. Yəni demək olar nadirən götürürəm. Nəyə görə belə? Olur, təbii ki, olur. Nəyə görə? Nə bilim, yəni hissiyatıma güvənirəm. Heç vaxt da yanıltmayıb. Belə yaxşıdır. Hələ ki belə davam. Bəlkə gələcəkdə daha çox üstünə düşərəm. Özümü yalnız verərəm blogerlığa. Bəlkə. Yəni Sosial mediada məşhur olmaq asan görünür, amma sənə görə ən çətin tərəfi nədir? Sosial mediada tanınmış olmaq çox asandır, çox. Bir dənə video çəkdin, bir dənə 1 milyon oldu, təmiz Azərbaycan deyə statistikasını yığdı. Əla sən tanınmışsan, amma əsas məsələ necə deyim belə sən biri var misal sən hörmət yığırsan, səni misal sevirlər də. Biri var ki, neytral tərəfə, neqativ tərəfə. Yəni tanınmış olmaq çox asandır. İndi hamının əlində telefon var, hamı istifadə edir sosial şəbəkələrdən, fərqi yoxdur hansı olursa olsun. Sadəcə məncə yenə də hörmət saxlamaq lazımdır. Özünə hörmət etməlisən. Yəni belə bir şey olmasın. Sabah məsələ bir şey paylaşaram yəni. Yəni sadəcə necə deyim, söhbət hörmətdən də getmirəm. Neysə də. Keçdik. Səncə pilates məşqçisi olaraq influencer olmaq tələbələri cəlb eləyir? Təbii ki. İnsanlar mənim enerjimə gəlir. Bəs İnsana nə lazımdır? Okay, misal belə deyək, sağlamlığın problemi var da deyək. İnsan bilir ki, misal onun dərmanı məndə var. Gəlir misal məni yoxlayır belə deyək. Həm də özünü yoxlayır ki, görüm nə nəticədir, necədir. Amma insana insan lazımdır. İnsana enerji lazımdır. Və mən əminliklə deyə bilərəm ki, o enerji məndə var. Misal insanlara həm ötürürəm, həm götürürəm, qəbul edirəm. Bir məşqçi nədir əslində? Söhbət ancaq pilates məşqçisindən getmir. Məşqçi məşqçidir. Məşqçi psixoloqdur. Məşqçi lazım gələndə best frienddir, anadır, atadır, bacıdır, qardaş. İnanırsınız mənə o qədər olub ki, müştərim demək, tələbəm gəlib mənə elə şeylər danışıb ki, deyib ki, sonra qucaqlayıb, ağlayıb, oturub, yəni, travmalardan, fərqi yoxdur da mövzu nə olursa olsun. Və deyib ki, mən heç kimə danışmadığımı sizə danışmışam. Niyə? Çünki insan mənə güvənir. Və mən o güvəni heç vaxt yanıltmaram. Yəni bir insan mənə güvənirsə, danışırsa, ona görə bizdə qarşılıqlıdır. Mən verirəm, mənə verirlər, bəli. Və söhbət həqiqətən deyəcəm, pul qazanmaq da deyil. Mən işimi sevərək görürəm və misal bezməmək üçün, yorulmamaq üçün belə deyim. Çünki arada olur mənə də çətin olur. Yəni mən də insanam, üçün belə 100 dənə iş görürəm. Ona görə yalnız həftədə 3 dəfə işləyirəm. 1-3-5 artıq uzun illərdir mən yalnız 1-3-5 işləyirəm. Digər günlər işləmirəm. Nə deyirdik? Qayda qara. Məşqçidir, psixoloqdur, best frienddir. Hal-hazırdakı dövrdə SMM-dir. Hər şeyi çəkir, paylaşır, nə bilim, yəni belə. Sual yadımdan çıxdı. Biz nədən danışırdıq? Ayda mən də itirdim. Yaxşı, məsələn. Yəni influencer olaraq da, yəni tələbələri sənə cəlb eləyir. Təbii ki. Yəni bundan razılaşırsan. Yaxşı, bəs qaçırtdığı da olur? Təbii ki. Niyə? Mən pul deyiləm. Ki mən hamı sevsin, yəni. Elə bir məcburiyyət də yoxdur da ki, hamı məni sevməlidir, hamı məni seçməlidir. Fiziki olaraq da mən bunu götürə bilmərəm də, yəni. Bütün hamıya məşq bilmərəm. Və bir şey deyəcəm.
bundan %100 əmin olaraq deyirəm. Hər məşqçinin öz tələbəsi var. Məsələn, mən köhnə yerdə işləyəndə bizdə orada çox məşqçi var idi və gəlirdi tələbələr. Deyirdim, ayda bunlar necə oxşayırlar və söhbət üzdən oxşamaqdan getmir. Məsələn, ruh olsun, danışıq olsun, danışdığı mövzular olsun. Yəni hər kəs, bayaq dedimmi, idman növləri çoxdur. Hər kəs öz ruhuna olan, daha yaxın olan idman növünü seçir. Həmçinin məşqçi də. Hər kəs öz ruhuna yaxın olan bir məşqçini tapır, seçir, o ilə də addımlayır. Elə adamlar var ki, illərlə ancaq bir məşqlə məşğul olur. Elə adamlar var ki, tez-tez dəyişir, axtarır da və məncə bu normaldır. Yəni hamı ilə frekanslarım üst-üstə düşməyə bilər. Çünki əgər mən mən ümumiyyətlə oturdum və yaxud kimləsə başladım danışmağa. Mən onun danışdığını çox da eşitmirəm. Mən onun biraz daha dərinə hiss edirəm. Onun enerjisi mənlə üst-üstə düşürsə, mən bu insanla yola getməyə razıyam. İş olsun, dostluq olsun, fərqi yoxdur. Müştəri olsun bu, tələbə misal gəldi. Baxıram ki, bunun enerjisi mənimki ilə üst-üstə düşmür. Qəti sürətdə danışıqdır, fikirləri bu yox. Enerji mənə düşmürsə, itələyirsə məni, mən artıq ikinci ayı tələbəni götürməyəcəm. Yəni özüm götürməyəcəm. Biz bir yerdə məşq eləsəydik enerjimiz tutar mıydı? Onu gərək yoxlayaq. Məncə olar. Gəl birlikdə məşq Gəlim yoxlayaq. Yəni bu normaldır. Hamı məni sevmək məcburiyyətində deyil. Mən də hamını, yəni bu insanlıq təbiəti, qaydası, qanunu. Səni ilk başda kənardan tanıyanda, başqa düşünüb, məşqdə görəndə başqa fikrə yönələn olubmu? Məşq deməyək, biz həyat deyək. Çünki müştərilər tələbələr söz vururam özümdə. Tələbələrdən heç vaxt elə şey eşitməmişəm. Çünki tələbə burada müştəri deyək. Müştəri getdiyi yeri baxır da. Öncədən məncə bilir ki, hara gedir. Tələbə yox, amma həyatda təzəlikcə bir neçə gün əvvəl bir xanım mənə yazdı ki, deyir, səni ilk görəndə bəyənmirdim çox. Sonradan səni tanıdım, sevdim. Mən bu sözü çox nadirən eşidirəm. Bax, vur öldür 28 yaşım var. 10 dəfə eşitmişəm ya yox. Mənə bunu deyiblər ya yox da. Adətən həmişə daha belə deyirlər. Amma sonradan da nə olur? Sonradan ya həyatda hər şey ola bilər. Yəni. Adətən yox, məni sırası sevirlər. Bu yaxşıdır. Bilmirəm, yaxşıdır, pisdir, amma hardasa sərf eləyir, hardasa eləmir. Yəni, nə olur? 28 yaşın var, ailəlisən, övladın var və işləyirsən. Necədir? Şükür Allaha. Yəni, misal, nə vaxtsa özümə qoyduğum məqsədlərə, bunu çox deməyi sevmirəm, adətən bir şəkil falan paylaşıram, qoyduğum məqsədlərin hamısına çatmışam. Yəni, ailə olsun, uşaq olsun, iş olsun, qazancı olsun. Yəni mənim üçün bu yetərlidir və hər gün mən Allaha şükür edirəm. Amma təbii ki, dayanmaq olmaz. Heç vaxt dayanmıram. Only forward, ancaq qabağa. Məqsədlərim yorulduğun olur. Yox. Heç yox. Yox. Bayaq dedim, onu sakiniyə idmanı dayandırdım da, indi səhhətində kiçik nəysə də bir problem var. O məni bir neçə aydır biraz sıxır, əslində depressiv hallar yaşadır. Bir dənə odur məni sıxan, amma yəni yox, yorulmuram. Nədən yorulum? İnsan ailəsindən yorular. Ya da işindən falan. Ailəyə baxırsan. Naqruskadan. Yox, əksinə mən ondan enerji alıram, əksinə. Bəli. Mən yoldaşımla vaxt keçirdim, uşağımla vaxt keçirdim, bacımın uşaqları ilə, mama ilə, müştərilərimlə, tələbələrimlə mən zövq alıram. Məsələn, mən gəlmişəm bura, buna zövq alıram. Mənim xoşuma gəlir. Qarşılıqlı biz enerji yaşayırıq, xoş bir aura tudasıda. Mən bundan yorulmaram. Yorulsam eləmərəm. Çünki mən ürəyimcə olmayan heç nə etmirəm. Məcbur eləmirəm özümü. Nə dadı qalır? Sofi. Onun haqqında danışa bilərik. Danışın. Birincisi 3 yaş oldu da təzəlikcə. Ən çox hiss etdiyim deyim, necə deyim, məsuliyyət. Məsuliyyət. Mən misal çox işləyirəm, özümü yoruram, ora qaç, bura qaç, video çək, hər şey çatdırıram. Mənim bunları eləməkdə əsas məqsədim gələcəkdə övladıma istədiyim hər şeyi verə bilməyimdir.
Hətta onun istədiyi belə. İndi onlara misal deyirlər ki, bu uşaqdır, uşaq nə istəyər, tuta, istəmə haqqı yoxdur da. Yox. Özündən istəsə, misal böyücü deyəcək 18, mənə maşın al. Mən istəyirəm bizim yoldaşımla imkanımız olsun, biz ona maşın alaq. Deyəcək, ən bahalı istəyirəm. Bəlkə Allah qismət eləsin, elə manifest eləyək, ən bahalı maşını ala bilim ona. İnşallah. Hə, inşallah. Yəni məsuliyyət hissi. Yəni uşaq məncə məsuliyyətdir və bu çox gözəl bir şeydir. Bir çox insan qorxur, deyir, ay uşaq məsuliyyət, hamı onu deyir, uşaq məsuliyyətdir. Bu çox gözəl bir şeydir. Niyə gözəl bir şeydir? Misal görürsüz, məndə avtomatik olaraq disiplin yaranır. Mən öz həyat tempomu qurmuşam. Mən adətən bunu az deyirəm, amma mən həmişə yazıram. Həmişə yazıram ki, misal budur. Hətta məndə telefonda bir dənə zametka var. Özümə yazmışam ki, 18 yaşdan bu yaşa hər il mən nə əldə etmişəm. Mənim elə bir zametkam var telefonda. Bu çox yaxşı bir şeydir. Bəli, çünki mən götürən bir adamam. Mən görürəm, misal oxuyuram ki, ay nə gözəl, mənə halaldır, amma bax, biraz da dəyişir. Biraz daha yuxarı, biraz. Yəni, qorxma da, sərhədləri yoxla. Yəni, uşaq gözəl bir məsuliyyətdir. Amma İnsan özünü unutmamalıdır. Heç cür, özü də bir qadın. Hələ məncə kişi də təbii ki, amma daha çox qadın. Niyə? Çünki hamiləlik olsun, uşaq dünyaya gətirmə prosesi olsun, böyütmə olsun, yedizdirmək, içizdirmək. Təbii ki, ata da hiss eləyir bunu. Amma ana ilə bala başqa cür bir-birinə bağlıdır da. Sözsüz. O dəfə mənim qızım yıxıldı. Mənə şəkil atdılar. Belə 5 dəqiqə əvvəl olan bir şeydir də. Burada belə hələ də yarası var. Ay. Düz bax yanımda podruqa var idi. Düz həmin o dəqiqədə mən buramda ağrı hiss elədim. Belə sancı tutdu, belə dartındı. Deyirəm, ay da fidan, mənim buram ağrıdı da. Görəsən, məndə baş ağrıları demələr olmur da. Deyirəm, ay da görəsən də, yəni də. Şəkil atdı mən sizə deyirəm. Özü də eyni nöqtədə. Ona görə ana bala necəsə bir-birinə bağlıdır. Sual yenə yadımdan çıxdı. Bax, bir şey soruşum səndən. Soruş, mən özümə gəlim. İdmanın sənə verdiyi elə bir xarakter varmı ki, bugün ana olanda o sənin çox işinə gəlir? Dözümlülük. Dözümlülük. Nə desəm mən dözümlülük deyəcəm. Dözümlülük. Əsas odur, yəni qarşında məqsədin var, istəyin var, çalışırsan. Mən bunu yəni canlı şahidiyəm, yəni deyə bilərəm. Storylərində falan görürəm hamısını. Bilirəm ki, uşağına necə vaxt ayırırsan, ondan necə vaxt keçirirsən. Onun demək olar ki, hər detalını düşünürsən. Yəni bunu görürəm. Bu mənim borcumdur. Borcumdur. Bəli. Mən onu istəmişəm dünyaya gəlsin də, yəni. Sofi gələcəkdə nə istəyir olsun. Nə istəyir məşğul olsun. Birbaşa. Bəli, dəstəkləyəcəm. Yönləndirəcəm. Aha. Seçimləri verəcəm. Ola bilsin biraz sıxışdıracağam. Niyə sıxışdıracağam? Çünki misal uşağı yazdım həndbola. Misal özümdən götürürəm, qıraqdan götürmürəm. Mənə həndbola verdilər. İlk həftə mən ağlayırdım, istəmirdim getmək. Deyirdilər, yox sən get. Ağlayırdım da. İkinci həftə məni çıxartmaq istədilər, mən çıxmadım. O hissi yaşamağa qoyacağam. Yəni biraz sıxacağam, biraz dirəşəcəm də belə deyim ki, yoxla biraz. Görsəm ki, yox da, bir-iki aydır, həvəs yoxdur, istəmir, məcbur eləməyəcəm. 100 dənə idman növü var. Və yaxud idman növü bir qırağa, yaradıcılıq var, rəssamlıq var, nə bilim, velosiped sürmək olsun, xokkey olsun, buz üstündə olsun, fərqi yoxdur. Hamısına vaxt verəcəm ki, yoxla, tələsmirik də, indi Allah sağlıq versin, hər şey eləmək olar. Amma indi idmandan başlayıbdı. Sofi 40 gün olmamış idmana gedirdi. Öz güclə yaparırdı. Bu çox yaxşı bir şeydir. Yəni ümumiyyətlə uşaqlar ana bətnindən düşdükdən sonra 2 həftə müddətində artıq bütün hissləri hiss eləyirlər ananın hiss etdiyi. Və ona görə ana bətnində olandan onu idmana sövq eləmək lazımdır. Bu mənim üçün biraz çətindir, çünki hər insan idman tərəfli insan olmur. Düzdür. Hə, yəni məcbur eləmək də deyil. Yenə də yönləndirərəm. Yetmə. Bəyənsə bəyənər, bəyənsə. Bizim köhnədən qalan qohumlarımız var ya. Qız idmana gedəndə. Ay Allah. Mən nələr eşitmişəm. Mən də yaşamışam. Nələr eşitmişəm. Gəl danışaq bir. Amma bir dənə birinci bir şey deyim, sonra çünki sərdən ağlımda fırlanır bir.
xoşbəxt ana, xoşbəxt uşaq. Bunu nəyə görə deyirəm? Tam fikrimi bildirmədim. Ana özünə mütləq vaxt ayırmalıdır, mütləq. Manikür olsun, pedikür olsun, nə bilim, əyləncəsi olsun, səyahət etmək olsun, istirahət olsun, qızlarla, yoldaşla, fərqi yoxdur. Ana xoşbəxtdirsə, uşaq da xoşbəxtdir. Yox, bütün naqruska, bütün çətinlik əgər düşürsə mamanın üstünə, mama deyək, qadının üstünə, qadın nə olur? Əgər ona dəstək yoxdursa, başa düşürəm, indi hər kəsin hekayəsi eyni deyil, fərqlidir. Kiməsə qaynanası kömək eləmir, kiməsə yoldaşı kömək eləmir. Kiməsə misal maması yoxdur, bacısı yoxdur, dəstəyi yoxdur da, daya tutmağa pulu yoxdur. Bu hallarda mən həmişə, mən qadınlarla işləyirəm də, o neçə ildir dəstək belə deyək. Həmişə deyirəm ki, yəni əgər bunlar yoxdursa, birinci çalışın öncədən baxın, görün qarşınızdakı insan nədir, necədir, nə şəraitlərdə qalacaqsan tudasıda. Əgər yoxdursa, evlənmə. Yox, amma uca evlənmisənsə, uca yoxdur da, indi neyniyim? Mən uca yoxdur. Mən hələ şeylər oxuyuram ki, qrupum var da mənim, orada 300-dən çox xanım var. Hamiləlikdə onları incidirlər. Bu mövzu çox pessimistdən çox danışmayaq. Baxıram ki, mən bu qadına necə kömək edə bilərəm də. O qədər olub ki, mən qadınları məşqimə dəvət etmişəm, pul götürməmişəm. Olub. Yəni əlimdən gələn dəstək eləyirəm. Amma yenə də bir tərəfdən də məsləhət görürəm ki, bir işə başla. Deyir, misal mənim təhsilim yoxdur, qurtarma. Olsun. İndiki dövrdə təhsil gözəl bir şeydir. Təhsil gözəl bir şeydir, bəli. Tələb etməyən bir sahə ilə başlaya bilərsən. Bəli. Yoxla, misal sən oxumamısan, o deyirlər arada o kağız parçası, diplom nəyə lazımdır, qoydum şkaf. Çox vacib. Çox lazımdır. Həqiqətən. O sənin həyatında 50 yaşında birdən sənə elə lazım ola bilər o kağız parçası. Sən deyirsən ki, ayda yaxşı ki illərdə orada tozlanıb qalıb da. Və söhbət institut qurtarmaqdan getmir də, o məsəl diplom. O da o gözəl bir şeydir. Misal var da 1-2 aylıq hansısa peşə öyrənirsən, kağızın olur, sertifikatın olur, diplomun olur, öyrənirsən. Hal-hazırda telefon əlimizin altında Chat GPT-dir də. Məndə o yoxdur, mən yükləməmişəm bu arada onu. Yazırsan orada nə peşə var, nə misal. Bax, maraqlan, gör nəyi qəşəng bacarırsan. Elə insanlar, xanımlar var ki, satış çox gözəl bacarır. Mən də satışı çox gözəl bacarıram bu arada. Hər hansı bir əl qabiliyyəti var. Bəli. Məsələn, toxumağı bacarır. Ay, sağ ol. Yəni oradan başla. Bəli, oradan başla xırda-xırda o pul sənə gəldikcə öz güvənin artacaq. Xoşbəxt olacaqsan, həm də ağlını qatacaqsan da. Bir xanım ağlını qatanda yoldaşını da çox incitmir bu arada. Bekarçılıqdan olur. Daha hardasan, evə gəl, tez gəl tudasıda. İndi hardası daha dərin mövzular. Amma bir qadın özünü ağlını qatmağı bacarmalıdır və əlində məncə %100 bir kağız parçası olmalıdır. O sənəd hər bir qadına, hər ehtimal, çünki mən çalışıram həmişə optimist olaraq baxım. Həyatda da indi misal həyatda yenə deyirəm təbii ki, Allah heç kimi göstərməsin. Yoldaşı həyatı dəyişər. Hər saniyədə dəyişə bilər. Bəli, və həyatda da biz hardan bilirik nə vaxt öləcəyik də indi. Və oxumaq üçün də məncə yaş yoxdur. Yoxdur. Nə vaxt özünü hazır hissədin, nə vaxt maddiyyatın varsa, hər an oxuya bilərsən. Bəli, конечно, lap indi otur oxuyurkən. Mən bekarçılıqdan 7 dil öyrənmişəm. Olub mən demişəm, ay ağlımı qatmaq istəyirəm, nə ilə qatım? Açmışam poliglot dil öyrənmişəm. Yəni lap bax misal, otur dil öyrən. Sonra get bunun sertifikatını al, keç günə. Misal, görsən buradan bir qazandı, uşaqlara keç, özündə inkişaf elə, təcrübən artacaq. Bir də gördün dili bilirsən, CV hazırladın, köçdün, getdin başqa ölkəyə. İndi heç nə demirəm, bizim ölkədə də çox gözəl işləyib qazanmaq olar, özünü göstərə bilərsən, tutmaq olar. Amma misal kimsə bəlkə qisməti xaricdədir. Bəli. Ya ayrıldı yoldaşı ilə, ya həyatda da. Ya həyat qurtarmır, bir yerdə illaki bir şəkildə davam edir. Bir gün elə ola bilər yoldaşın işləyə bilmir, amma misal sən ailəsən də. Bəli. Misal qadın pul xərcləyir, ev üçün eləyir də. Yəni hər şey belə əgər balanslıdırsa, qarşılıqlıdırsa, niyə də yox? Yəni ona görə həmişə deyirəm ki, qadın işləməlidir. İlk öncə özünün ağlını qatmaq üçün, özünü yormadan. Misal demirəm, səhərdən axşama 3-də öldür. Yox. Balanslı. Mənim üçün balans çox vacibdir hər şeydə. Özünə də vaxt ayırmalısan, ailənə də, yoldaşına da. Mənim üçün balans hər şeydə. Çevrənə də, yəni əgər o balansı saxlaya bilirsənsə, hər şey qaydasında gedir. Bəli. O da hara gəlir, çıxır. Disiplin. Çaşdım o söz. Disiplina.
Disiplin. Ondan. Okey. Belə. Hara qaydırdı? Qohumları. Ayda. Dəhşət. Azərbaycanda o düşüncə yeni dəyişir deyə bilərəm. Hansı düşüncə? Qız idmanla Ayda. olmalı. Ayda. Gəlsin bir şey danışım. Demək, məktəbi 11-ci sinifin axırıncı deyək mart ayındayıq da. Hamı da bilir ki, mən başqa qrupa hazırlaşıram. Hazırlaşdırılıram. Amma mən idmandayım, axı neçə ildir idmandayım. Məktəbdən də bir dəfə direktor buraxmırdı bizi. Getdim 2-ci mərtəbədən hoppandım, getdim məşqə və məşqə gecikirəm. Yəni o dərəcədə özüm idmana. Yəni valideynlərim falan deyirdilər ki, bəs məni həmişə dəstəkləyiblər bu arada. Sağ olsunlar. Mən kövrəldim bir balıq bircə olaraq. Nə deyirdim? Deyirlər ki, idmanda pul yoxdur, çox qazana bilmirsən. Başqa sənət, peşə, tudasda. Mən də həmişə hamını dinləyirəm. Dinləyirmiş kimi eləyirəm. Və axırda bəli, özüm nəyi düzgün bilirəmsə, bu nəticə olaraq mənim üçün neqativ də nəticələnə bilər, mənfi ola bilər. Olsun, mən də insanam da. Amma ən azından yoxladım, təcrübə qazandım. Mən insanam, təcrübə, конечно, təcrübə eləm, yəni. Mən xoş oldu. Mən uduzmuram, sadəcə təcrübə qazanıram. Amma mən misal alınmasa, başqa yolları da yoxlayıram həmişə. Yəni, bir dəfə sразу əlimi çəkmə. Yəni, bir şey istəyirəmsə, hər tərəfdə yoxlayıram. Bu istiqamətimiz çox belə üst-üstə düşür. Hətta mən özüm belə idmana başlayanda evdəkilərin xəbəri yox idi. Malacat. Orta məktəbdə oxuyurdum. Malacat. Dərsdən çıxırdım, gedirdim, məşq eləyirdim. Məşqdən də dərs saatı bitən vaxtına gedirdim evə. Malacat. Və elə məşq eləyəndən sonra bizdə respublika çempionatı var idi. Müəllim qayıtdı ki, bəs evdəkilərə demək lazımdır. Və vəziyyət necədir? Mənim məşq elədiyim zalda mən səhər məşq eləyirəm, axşam qardaşım məşqə gəlir. Mamamla. Qadın çox riskli. Və həmin yarışın başlamaq müddətinə yeniyetməyik, valideynlərin icazə alınmalıdır. Mamamla papamı çağırdı müəllim və dedi ki, Jalə artıq bir müddətdir məşq eləyir. Bunu yarışa çıxartmalıyam. Bu da öz başınalıqdır. Mama ilə papa, yəni bizdə bilirsən necə reaksiya verdilər? Yəni hansı hara getdin, hansı hara gəldin? Yəni həmişə qaydasında evdə oluram da. Sonra mənim papam mənə şərt qoydu. Elə həmin günü orada ki, bəs nəticə versən, yaxşı davam eləyirsən, amma nəticə verməsən qışlarını qırmızırsan, dərs oxuyursan. Və həyat elə gətirdi ki, çıxdım respublika çempionatına 2-ci oldum. Və ondan sonra idman karyeram başladı. Və o idman karyerası başlayandan sonra qohumlar da başladı. Ay Allah. Yəni qız nədir, idman nədir? 18 yaşın olsun, ərə get. Nə bilim, ondan sonra var da çoxdur. Məncə sən də məruz qalmısan. Hazırsınız? Maraqlısan. Bir dənə saata baxın. Bir 10 dəqiqə indi danışacağam. Tak. Şəz, bir dəqiqə. Hara gedim ki, oradan düzgün başlayaq. Mən hazırlaşırdım başqa ixtisas üzrə. Amma 2 ay qalmış. Dedim ki, bilsiz nə var? Mən gəlirəm idmana. İdman akademiyasına gedəcəm. Heç kim də məni tuta bilməz. Mama, papa dedi, nə inirsən eləyə? Dansı da öz bildiyi eləyəcəksən. Müəllimələrim çox əsəbləşmişdi ki, başım var. Var 4-5 nöqtə qurtarmışam məktəbi. Başım var da. Sən mənə güvən də, niyə güvən? Mənim hissim bunu deyir. Mən bunu edəcəm. Bunu istəyirəm. Mən niyə istəmədiyim yerə gedim də? Düzdür, hər kəsin belə bir şansı olmur. Amma kaş hamıda belə bir şans olan. Mən çox şadam ki, indiki dövr, məsələn, o vaxt bizim dövrə deyirdilər ki, ən pis dövr böyüyür də, öz başlananlar bizim vaxt belə. Ən gözəl dövr budur valla. Biz bir-birimizi başa düşürük, övladlarımız da çalışırıq ki, düzgün istiqamətdə getsin. Və indi bir şey deyəcəm ki, istədiyi kimi böyüsünlər. Burada bəzi adamlar deyəcək ki, istədiyi kimi böyümək nə deməkdir? Mənim sözümə şey tapacaqlar. Nə deyə bilərlər? Deyəcəklər ki, öz başına böyüyəcək, qız uşağıdır, ərkün, böyüyəcək, pis yola düşəcək falan. Sразу da indi bir açıq danışsaq, sразу onu deyəcəklər. Bu məsələ bilirsən nədən qaynaqlanır? Öz ailə içində
fikirlərini tam dəqiq deyə bilməyən insanlar sosial mediada şərh yazmaqda ustadlar. Hə, конечно. Yazsınlar, canları sağ olsun. Yəni hərə bir cür içindəki o neqativi Negativi çıxar. çıxartmalı. Mən içimdəki neqativi necə çıxardıram? İdmanla. Mən indi dilləşsəm bütün neqativ yazanlara, onlar mən özümü deyirəm axı, hörməti saxlamaq, özünə qarşı olan hörməti, qıraqdan vecivə olmamalıdır. Kim sənə hörmət edir, əsas sən özündə rahat olasan ki, mən özümə hörmət edirəm də, mən öz şeyimi saxlayıram. Hə, o bir pis yola düşmək falan. Uşaq mənim, uşaq özünün, belə deyək ki, mənim də deyil o insan. Mən o insanı dünyaya gətirmişəm, o demək deyil ki, əli ayağı mənə bağlıdır. O insan necə istəyər, elə böyüyər. İndi bu videonu 20 il sonra qızım düzəldir, paylaşır da düşün. Babam belə deyib. Hə, mən onu dəstəkləyəcəm. Yönləndirəcəm də, deyəcəm ki, belə bu elə, amma mənim qızım nə olacaq? Öz bildiyini eləyəcək. Eləsin. Və misal, sən gizlincə məşğul olmusan, mən fikrimi dəyişmişəm. Axırda necə nəticələnir? Şükür Allaha, hər şey yaxşıdır. Bəli, şükür Allaha, hər şey yaxşıdır. Gələ indi qohumlara. Hə, mən keçdim, İdman Akademiyasına daxil oldum. Ay Allah, baxdım da hər yerdə oğlan var da, qız görmürdüm, qız yox idi. Sonradan başladım eşitməyə, yenə davam elədim sonra. Qız nədir, idman nədir? Yaxşı qız idmanla məşğul olmaz. İdman Akademiyasında oxuyan qız yaxşı qız deyil. Təəssüf bu belə şeylər də var idi. Burada qız oxuyursa demək ona hamı patrot edə bilər falan. Neçəsi ilə dalaşmışam, hələ olub. Qız neçəsi ilə danışır. Hər cüründən var. Hələ ən mədənilərindən getdikdə, yəni belə götürəndə. Qız qəşəng səliqəli geyinsə özünü kiməsə göstərir. Falan. Mən həmişə bomş kimi getmişəm. Amma olub qəşəng geyinib gələn qızlar adamın baxıb ürəyi açılır. Şükür Allaha indi hər şey yaxşıdır. Mən elə düşünürəm, akademiya qızlar da çoxalıb. Elə tam da vaxtında biz o proses getmişik, tərsə getmişik. Yəni çox şükür. Bir xanıma nə lazımdır? Öz pulu olsun. Heç olmasa sahibi 500 manat minimum deyirəm. Öz pulu olsun. Özünə baxsın. Özünə getsin. Misal mənim bir məşqçim olub, 90 yaşına yaxın dünyasını dəyişib. Mənim bu biliklərimin bir çox hissəsi ona aiddir. Allah ona rəhmət eləsin. Olurdu 2 saat məşqimiz olurdu. 1 saat bizdən danışırdı. Dayanırdıq, prosta danışırdı. Bizə həmişə deyirdi ki, bax onun sözləri ilə danışacağam. Qadın deyirəm də, qadın cinsi. Qadının o kağız parçası həmişə olmalıdır, o sertifikatı həmişə olmalı. Nə olursa olsun. Bax, onun sözləri ilə danışıram mən də. Qıraqda qalır, tozlansın, amma qalsın bu bir. 2. Bir qadının öz qazancı həmişə olmalıdır. Mən yolda gəzirəm, mən bunu gördüm. Misal, mən bunu özümə almaq istəyirəm. Mən öz pulumu istəyib verib almaq istəyirəm onu. Ər çörəyi dadlıdır, конечно, ərin pulu şirindir. Amma mənim öz güvənimin qaldırmağım üçün dışıl enerjidə deyirlər ona. Özümün çıxardıb almaq istəyirəm. Özüm eləyim. Yəni rahat olum da, yəni hər tərəfli. O da bunu bizə həmişə deyirdi ki, qulağımızdan sırğa olub da. Və gəlirik qohum məsələsinə. Qohum məsələsində mən indi bir çox insan bəlkə paxıllıq, qarnım qurqur edir. Paxıllıq edəcəklər. Çünki mənim qohumlarla əlaqəm yoxdur. Bəli. Mənim mama gülüm falan var, hamısının var yəni. Mənim yoxdur. Çünki mənim anam ona qohumları, doğmaları eləyən mənfi pisliklər falan unuda bilər. Mən heç vaxt unutmaram. Heç vaxt. Yəni anama, atama, bacılarıma, mənə və s. Çünki belə uşaqlıqdan çox belə travmalı, çətin periodlar olub. Mən bunları unutmaram heç vaxt. Kinli biri deyiləm. Gələrlər, salamlaşaram, qucaqlaşaram, amma mən heç vaxt unutmaram. Heç bir nüansı unutmaram da, yəni. Ona görə uşaqlıqdan qohum nə deyər, qonşu nə deyər, o nə deyər, bu nə deyər, heç vaxt vecimə olmurdu, heç vaxt. Ən yaxşısı. Ona görə o qohum, yəni o neqativ rəylər. Vəziyyət bilirsən necədir? O vaxtda bizi qınayan insanlar var ha ki, məşqə getməsin, onu eləməsin, bunu eləməsin. Biz nəticə qazanandan sonra niyə nəslin fəxrisən deyib bizi hallandırırsınız? Mənə baxıb qürurlanmaqları mənə xoşdur. Çox sağ olsunlar, var olsunlar, amma mənim üçün bunun bir əhəmiyyəti yoxdur. Onların mənə tərifləməyinin, salam,
Çox sağ olsunlar, təşəkkür edirəm. Amma misal mən toyum oldu. Bir çox qohumum gəlmədi. Mən əməliyyat keçirmişəm neçə dəfə. Görmədim. Qızım dünyaya gəldi, görmədim. Kimi gördüm? Onları canım qurban. Kimi görmədim? Yəni görmürəm. İndi də görmürəm yəni. Elə bir xüsusiyyətim var. Bəli, elə bir xüsusiyyətim var. Ay, deməli belə. Düzdür, indi mənim Instagram izləyicilərim deyəcək ki, bəs mən bir neçə aydır, uzun müddətdir öz genlərimi axtarıram. Ulu nənə, ulu baba axtarıram. Nəyə görə axtarıram? Sadəcə qəbirsinə. Mən tez-tez gedirəm nənəmin, babamın qəbirstanına gedirəm. Onları da istərdim çox tapım. Bu arada tapmışam da, getmişəm də, gedib gəlmişəm də. Bunu etməkdə də bir məqsədim var. Bunu da gələn bölümə danışaq. O biri bölümə də qalsın. Qalsın. Suallar. Məncə o biri bölümdə də belə daha dərin olacaq. Olar da, olar. O vaxta hazır gələrəm. Məşq zamanı ən çox yalan dediyim motivasiya cümləsi nədir? Yalan danışmıram. Deyirəmsə vallahi səmimi qəlbdən deyirəm, içimdən gəlir. Heç deməmisənmi sonuncu dəfə gəl bacararsan? Say olaraq. Aha. Bu yalandır. Deyirəm 5 dənə qaldı. 5 dənə deyirəm 10 dənə verirəm. Bu tip yalanlarım olur. Görürəm ki, eləyə bilər də, eləsin. İstəyirəm ki, o içindəki o xarakter inkişaf olsun. Söhbət mənim üçün vacib deyil. Say vacib deyil, əsas keyfiyyət vacibdir. 5 dənəsin okeydir. Amma mən istəyirəm ki, hər bir xanımımın içində o inkişaf olsun, o dözümlülük. Çünki gəlib məşqdə 1 dəqiqə plankada dayanır. O ancaq plankada dayanmır axı. Onun içində o dözümlülük inkişaf olur. Və o artıq mənim yanımdan çıxıb gedəndə həyatıma da təsir edir. Hər şeydə təsir edir. Yəni kiçik toxunuşlar. Yalan demirəm ki. Heç yalan demə, yalan danışmıram. Məşq müddətində deməli tələbələrin gəlir ilk dəfə və sənə Instagramdan video göstərir ki, bax bu hərəkət yaxşıdır. Bu daha qeyri-adidir. Onda nə istəyirsən? Bax, bu gün gələndə ilk danışıqlarımızdan biri oldu ki, mən məşqçiyəm, mən müəlliməm. Mənim işim öyrətməkdir, başa salmaqdır. Göstərdiyini baxıram. Əgər bu ona uyğundursa, özünə də belə deyirəm. Bu sənə uyğundursa, sənin fiziki hazırlığın buna okeydirsə, gedək eləyək. Niyə ürəyində qalsın? Bu insan vaxt ayırıb evdə oturub video tapıb məni yadına salıb istəyir. Gedək çəkək, gedək sənin üçün eləyək. Və yaxud misal hərəkət göstərir. Mən deyirəm ki, nə gözəl hərəkətdir. Gələn proqramlarımıza bunu salaram. Düz mən eləmirəm. İndi biraz hardasa gəlir mənə. O bilirsən necə? Misal mən bu işin professionalıyam da. Heç kimə xoş deyil. Amma mən bunu başa düşürəm. Empatiya qururam ki, bunu pis məqsədlə eləmir. Buna bu maraqlıdır. Amma əgər bu ona uyğun deyilsə, bunu başa salıram ki, əzizim. Misal Kadillaka çıxmaqda, o dəmirdən tutmaq, əlin sürüşə bilər, əlin təriyə bilər, əlində güc, qüvvətin. Birinci dərsdən gəlib istəyənlər. Birinci dərsdən deyirəm ki, hələ var, hələ tələsmə. Deyirəm, mənim əsas məqsədim sənin sağlamlığını qorumaqdır. Deyirəm, mən istəyirəm müştərim şikəst olsun. Deyirəm, elə bilirsən, rahatdır oradan əlin sürüşər, yıxılarsan, onurğalı, boynun gedər. Allah eləməsin də. Elə bir zəngər alarsan ki, yəni ömür boyu sağlamaz. Birincisi, mən istəmərəm sənin başı pis iş gəlsin. İkincisi, mən özümü istəmərəm. Mənim adım sanım var da. Yəni Allah eləməsin, yıxılarsan, nəsə olar. Bu mənim adıma minusdur. Ona görə başa salıram. Hər tərəfli başa salıram. Hər tərəfli başa salıram ki, onun içində də o xal qalmasın. Vaxtı gələndə də deyirəm ki, gedək sən şəklini çəkin. Tələbə gəlib heç sənə deyibmi ki, məsələn, evdə məşq edirəm mən? Deyirəm, afərin. Deyirəm, amma ehtiyatlı ol, çünki başının üstündə məşqçi olmasa, texnikanı səhv edə bilərsən. O da sənin sonradan sağlamlıqda kiçik də olsa problemlər yarada bilər. Amma eləmək istəyirsən, elə yəni. Burası ehtiyatlı ol. İndi sənə 10 dənə sual verəcəm. Ən belə sevdiyin, ən belə sırası yaddan çıxan sənin üçün pik olanda onları cavablayacaqsan, yaxşı? Ya Allah, getdik. Amma çox qısa cavablama, yaxşı? Çox qısa cavablamayım? Yox. Uzun cavablam. Hə, yox demə. Okey, tamam. Səncə mən hə, yox adamına oxşayıram? Məncə yox, amma mən hər ehtimal deyim də. Ya Allah, görək nə hazırlayıb orada. Özümü sığortalıyım. Demə.
Müştərin evdə məşq etmişəm deyəndə səni inandırır. İnanıram, hə. Yəni eləyibsə halaldır. Yalan deyirsə də özünü aldadır. Məni nə istəyirsə soyğu mənə. Yəni Ən çox dediyin söz nəfəs al yoxsa burax? nəfəs al və nəfəs ver. İkisini də Ən çox. nəfəs al, ver. Çünki alırsansa verməlisən də. Verməsən partlayarsan axı. Pilates topunu evdə nə ilə əvəz eləmisən? Pilates topunu evdə bacım oğlunun topu ilə. Heç bir hərəkətdə çox asandır deyib sonra aldanmısanmı? O qədər. Gözümə asan görünüb amma. Ən absurd motivasiya cümlən hansıdır? Nəfəs al, nəfəs ver. Ancaq nəfəs alıb verməkdən gedirik var, alıb versin. Səncə bu məşq daha çətindir, yoxsa toyda stiletto ilə rəqs eləmək? Stiletto. Hay Allah, mən və qız olmaq stiletto nədir bilmirəm. Kabluk. Kabluk. Mənə kabluk da çox rahatdır bu arada, kabluk yəni çünki mənim pəncəm düzdür, giper düzdür. Giper düz olan pəncə problemli insanlara kabluk rahatdır. Mənə misal çox rahatdır. Ona görə mən fərqi yoxdur. Məsələn, mənə fərqi yoxdur, amma indi kimə necə yəqin də artısı çətin olur. Çünki sürtür də arada. Müştəri səndən qaçmaq üçün hansı bəhanəni gətirir? Məndən qaçmaq üçün, məndən elə heç kim qaçmayıb. Mən çox açığam müştərilərimlə, tələbələrimlə. Yəni onlar da misal beşsə, misal təzəyə bir tələbəm dedi ki, havalar çox istidir də, özümü zorlayıb gələ bilmirəm məşqə. Ya da deyir ki, məsələn mən yemək istəyirəm, özümü saxlaya bilmədim falan. McDonald's yedim. Deyirəm nuş olsun. Deyirəm gələ bilmirsən, get dincəl. Mən səni niyə sıxmalıyam? Sən özünü niyə məcbur etməlisən? Ölümü, bacı get dincəl. Get dincəl, get ye, nuş olsun. Sən McDonald's-a səhər gəl yanıma, sən burnundan gətirərəm onu. Pilates-lə yoga arasında fərqi hələ də başa sala bilmədiyin adam olub. Mən Pilates və yoganın fərqini heç vaxt başa salmamışam. Heç vaxt, heç kimə. Heç danışmamışam belə. Buna cavabım, mikrofonu yedim. Buna cavabım, get Pilatesa, get yogaya. Hər ikisi ilə məşğul ol. Özün hiss elə. Mən olur, danışa bilərəm dastanla. İnsan bunu başa düşməyəcək. Beynində nəsə odur. Bilməyəcək axı, bilmir. Gərək get yoxla özün bil. Mən sənə yogada keçərəm. Belədir yəni. Professional deyiləm amma keçərəm misal. Keçə bilərəm. Çünki məşğul olmuşam. Dostların sənə ən çox nə üçün müraciət edir? Bel ağrısı, yoxsa boy uzatmaq üçün? Dostlarım. Yaxın çevrəndə olan insanlar. Məni arıqlat. Mən arıqlat. Məni arıqlat. Ən çox əsəbləşdiyin müştəri. Məşqə gəlib 10 dəqiqə sonra çox yoruldum deyəndə. Hələ gecikib, hələ bir yorulub da. Başqa yenə var? Bitdi. Bir dəqiqə o sual idi. Axırıncı sual idi. Nə idi o, təzdəndir? Müştərin, yəni tələbən. Müştəri məşqə gəlib 10 dəqiqə sonra çox yoruldum deyəndə nə düşünürsən? Amma müştərini sevmirsən. Sevmədiyim müştərim yoxdur. Heç. Yoxdur. Yəni bax bir ay gələr. Mən bu günə kimi heç bir müştərim haqqında neqativ danışmamışam. Gəlib, olub baxmışam ki, yəni yorur bu insan məni də. Başa düşmək istəmir. 1-2 məşq, 3 məşq, sonra o mənə öyrəşir, mən onu öyrəşirəm. Amma əvvəldən enerjini bəyənmədimsə ikinci ay götürmürəm. Amma var elə tələbələrim ki, bunlar gecikməsə, bir söyüşdür də bunlara. Bunlar gecikməlidir. Bunlar hər məşq 1 dəqiqə də olsa gecikməlidir. Olur misal gəlir, verirəm hərəkət, deyir, yoruldum. Deyirəm, uzanmağa gəlmisən. Dur məşqi verə. Özü bildi bu kimdir. Yatmağa gəlirsən, özləri bildi kimdir. Yəni əsəbləşirəm, amma yəni də çıxış yolları yoxdur, onsuz da eləyəcəklər. Yəni biraz manipulator tərəfim oyanır. Yaxşı. Baxmaya belə deyib gedirəm. İçimdə başqa şəxsiyyətlərim var. Çox düzdür. Mənim suallarım bitdi. Sənin mənə hansı sualın var? Bir dənə həzm edeyim suallarını. Məncə yaxşı oldu. Yox, maraqlıdır, mən bəyəndim yəni. Mənim. Sualım heç bir şey yoxdur. Çox sağ ol. Can sağ ol vallah. Gəldiyin üçün çox sağ ol. Mən təşəkkür edirəm dəvət üçün. Motivasiyalı, çox sağ ol. pozitiv. Mən elə çox danışmadım, özümü sıxmışdım. Mənə dedilər ki, tərpənmə. Görürsüz tərpənmirəm bu yaxda. Mən də icazə verdim tərpənməyə. Aşkar.
Gedim masaj eləyim. Rahat deyil. Rahatdır mən. Yekunlaşa bilərik. Yekunlaşaq. Mua. Görüşərik. Bye Bye bye. Belə. Like and subscribe.